Bu yeməyi səhifədə bir neçə mukbangını çəkmişəm. Son günlərdə bizim evdə ən çox sevilən yeməklərdən biridir. Soğanı xırda-xırda doğrayıram. Birinci dəfə bişirəndə uzun-uzun doğramışdım. Onda yemədilər uşaqlar. Amma xırda-xırda doğrayanda yeyirlər. Sonra isə ora toyuğun döşətini əlavə edirəm. Toyuğun döşəti biraz bol olsa daha ləzzətli olur və biraz xırda doğrasam daha qəşəng olur, belə deyim sizə. Bu dəfə sadəcə azalmışdım. Sonra isə göbələyim çox idi. Uşaqlara bu yemək vasitəsilə göbələyi sevdirmişəm. Yəni təsəvvürlə göbələk və soğan yeməyən İnci bu yeməyi çox sevə-sevə yeyir. Burada ətlər böyük görüb qaşıqla biraz əzib onları xırdaladım sonradan. Sonra isə ayrıca bu yeməyə də duz əlavə edirəm. Qaymağı da əlavə edəndən sonra. Spagettinin suyuna da ayrıca da duz əlavə edirəm. Yəni yeməklərin hər ikisinə ayrı-ayrı duz əlavə edib sonra birləşdirirəm. Qaymaq isə ucuz qaymaqdan eləyəndə ləzzətli alınmır və həmçinin qaymaq çürüyür. Bahalı qaymaqdan eləyəndə isə daha qəşəng alınır. Bahalı dediyimdə bu sütaşın qaymağı idi. 2.90 almışdım, neçə almışdım. Yaşıl olandan keçən videoların altında bir izləyici məsləhət bilmişdi. Spagettini isə mən çox elədim. Az ləmən lazımdır. Bir də Holland pendiri əlavə eləmək lazımdır. Belə çox qəşəng alınır.